Bu gün sizə suallar barədə danışacağam. Əslində bu suallar tək fəlsəfəni, dini, siyasəti, sosiologiyanı maraqlandıran suallar olmamışdır. Bu, hər bir insanın qarşılaşdığı, həyatının fərqli mərhələlərində fərqli cavablar axtardığı, bəzən dilemma qarşısında qaldığı suallardır. Yəni, əsas məsələ burada mən öz çıxışımı apararkən və bu 15 dəqiqənin sonunda suallara cavab axtarmaq deyil. Əsas məsələ suallarla yaşamağı bacarmaqdır. Əsas məsələ sualları itirməməkdir. İlk öncə onu qeyd eləmək istəyirəm ki, TEDx-də bu mənim ilk çıxışım olsa da, oxşar platformalarda və ya gənclərlə, tələbələrlə görüşdə mən sualları müzakirə edərkən və ya çıxışımı formalaşdırarkən hekayələrdən, öyrədici fikirlərdən daha çox, yəni informasiyanı bir tərəfli ötürməkdən daha çox birgə düşünməyə üstünlük vermişəm. Və mən bu gün burada bu mövzunu müzakirə edərkən mənim özümü maraqlandıran sualları sizlərlə birlikdə düşünmək və etiraf etməliyəm ki, bəlkə də fikrinizi biraz da qarışdırıb, daha sonra bu sualları öz həyat yolunuzda özünüz cavablandırmağa nəticələnəcəyini düşünürəm. Birinci bəhs eləmək istədiyimiz dilemma sual, ədalət və güc anlayışıdır. Bu iki anlayış əsrlər boyu insanların düşüncəsinə, fərqli fikirlərinə nəticələnmişdir. Mən elə burada istəyirəm qısa bir sizlərdən sorğu keçirdəm. Burada qaranlıq olduğu üçün əlləri görmək imkanım yoxdur, ona görə sizə kiçik bir zəhmət verib alqışlarla bunu cavabı almağa çalışacağam. Siz burada kimlər ədalətli olmağı üstün tutur? Çox sağ olun, kifayət qədər gür alqışlar eşitdik, amma ikinci sualım güc məsələsində olmayacaqdır. İkinci sualım ondan ibarətdir ki, kimlər ədalətli olmaqdan daha çox haqlı çıxmaq istəyir? Amma səmimi cavab verək. Sevindirici haldır ki, bəli, insanlar ədalətə üstünlük verir. Hər zaman ədaləti qorumaq bəzən bizim üçün haqlı çıxmamaqla nəticələnə bilər. Ədalət və güc anlayışı tarixlər boyu insanları düşündürübdür və adətən zamanın böyük bir hissəsində ədalətin təmsilçiləri krallar, hökmdarlar, şahlar olmuşdur. Mən niyə hökmdarlar misalı üzərindən davam edirəm? Çünki əslində hər birimiz də öz həyatımızın hökmdarı olmalıyıq. Həyatımıza dair qərarlara hökm sahibi biz olmalıyıq deyə buradan çıxış eləyirəm. Və krallar və hökmdarlar əsrlər boyu ədalətin təmsilçiləri, Tanrının yer üzərindəki kölgəsi, ədalətin mühafizətçisi kimi görünürdü. Daha sonra belə bir adam çıxdı, Florensiyadan olan Niccolo Machiavelli adlı şair. Mən onu tək şair adlandırmazdım, kifayət qədər siyasət elminə də böyük töhfələri olmuş bir şəxsdir. O özünün hökmdar əsərində qeyd edirdi ki, artıq ədalət Tanrının işidir. Hökmdarın əsas missiyası güclü olmaqdır. Yəni, ədaləti qorumaq üçün yox, hakimiyyəti qorumaq vacibdir. Bu, indiyə qədərki bütün fikirləri alt-üst etdi. Artıq insanlar ədalət və güc anlayışına fərqli prizmadan yanaşa bildilər. Yəni, Machiavelli bununla da kralların üzərində olan ilahi ədalət pərdəsini götürdü, onun yerinə soyuq gücün paltosunu onlara geyindirdi. Bu fikir bütün Avropanı dolaşdı və bununla da artıq kilsənin təsiri azalmağa başladı. Çünki kilsə də hökmdarın ədalətin mühafizətçisi olduğunu düşünürdü. Bu ana qədər insanlar inanırdı ki, kralların, hökmdarların qılıncı yalnız haqsızlığının üstünə qalxır, hökmdarın dili yalnız haqqı deyir. Ancaq artıq insanlar başa düşdülər ki, bu iki məfhumu bir-birindən ayırmaq lazımdır və yeni düşüncələr yaranmağa başladı. Və biz də özümüzdə artıq, belə deyim, həyatımızın fərqli mərhələlərində bu sualı bəzən özümüzə veririk. Ədalətli mi olmalıyıq, güclü mü olmalıyıq? Bunlardan ikisindən birini seçmə şansımız olsa hansını seçməliyik? Biri digəri olmadan var ola bilərmi kimi suallar meydana çıxır. Yəni bu böyük sual özü ilə birlikdə yeni suallar yaratmağa başlayır. Machiavelli'nin bu fikrindən sonra artıq dünyada ədalət mərkəzli dövlətlərdən çox hökmdar mərkəzli dövlətlər yaranmağa başladı. Bu tamamilə yeni ictimai-siyasi formasiya idi. Tamamilə yeni bir cəryan gətirdi bütün dünya cəmiyyətinə.
Təbii ki, bu siyasətlə yanaşı ədalət yoxsa güc anlayışı fəlsəfənin də ən böyük suallarından biri olmuşdur. Yəni, sizlər bugün ədalət yoxsa güc anlayışına cavab verərkən, bu suala cavab verərkən, suala cavab verməkdə çətinlik çəksəniz qətiyyən üzülməyin. Çünki Sokrat və Aristotel də bu suala cavab verməkdə çətinlik çəkibdir və istənilən halda biri digərinin müəllimi olsa da fərqli fikirlərə yönəlmişdir. Sokrata görə ədalət həyatın mərkəzində dayanırdı. Güc isə şər qüvvə idi. Çünki Sokrat düşünürdü ki, güc yalnız həzzə, şəxsi nəfsə xidmət edən bir məfhumdur, bir fikirdir. Platon isə təbii ki, öz müəllimindən fərqli düşünürdü. Platona görə ədalət, bəli, insan həyatının mərkəzində dayanırdı. Bu fikirdə hər ikisi eyni düşünürdü. Lakin ona görə güc yaxşı əllərdə, xeyir əməldə, yaxşı işlərlə nəticələnə bilər. Hətta ədalətin yaşamağı üçün vacib olan faktordur. Yalnız ədalətin himayəsində yaşaya bilər. Ümumilikdə desək, biz əgər hökmdar olaraq, öz həyatımızın hökm edən şəxs olaraq, ədalətə söykənirsə hökmdar tanrının kölgəsi ola bilər. Yox, əgər mərhəmətə söykənirsə, o, xalqın ürəyində özünə isti yer tapa bilər. Amma əgər yalnız soyuq gücə söykənirsə, bu halda hökmü möhkəm ola bilər, amma ruhu tək qalar. Ən maraqlı fikirlərdən biri də mənim üçün Julien Bendanın, məşhur fransız yazıcı Aydınların Xəyanəti əsərində gücün ədalətinin ədalətin gücündən daha vacib olduğunu qeyd edirdi. Çünki gücün yanında ədalət olmasa, bu fəlakətlə nəticələnə bilər. Biz ədalətsiz güclərin tarix boyu insanların başına fəlakətlər gətirdiyinin şahidi olmuşuq. Ədalətin yanında isə güc olmasa, bu sadəcə ədalətin ürəklərdə, arzularda qalıb reallaşa bilməməsi ilə nəticələnə bilər. Məhz bu baxımdan biz deyə bilərik ki, gücün ədaləti, ədalətin gücündən daha vacibdir. Ədalət və güc anlayışına baxdıqda bizi maraqlandıracaq 3 əsas məqama diqqət yetirə bilərik. Biraz öncə qeyd etdiyim kimi, ədalət gücsüz qaldıqda hələ də ədalət ola bilərmi? Və yaxud digər sözlə, gücün himayədarlığı olmadan ədalət sağ qala bilərmi, ayaqda dura bilərmi məsələsidir. Bu, məni də maraqlandıran bir məsaldır. Əslində, mən özüm də mənim üçün həqiqətən həyatımda olan dəyərlərin içində ən üstə tutduğum məqam ədalət məqamıdır. Ədalət üçün hətta özüm də bəzən mərhəmətin üstündən xətt çəkə biləcəyimizi də düşünürəm. Çünki ədalət uzun ömürlü, mərhəmət isə qısa ömürlüdür. Ədalətin insanı yüksəltdiyi dəqiq bir məfhumdur, amma digər tərəfdən insan olaraq bizim qorunmağa da ehtiyacımız var və bizim yolumuzu qoruyan güc faktorudur. Ona görə ədalətə ehtiyacımız olduğu qədər gücə də ehtiyacımız var. Elə bu məqamda mənim xoşuma gələn başqa bir fikirlə sizlərə bir daha qeyd etmək istəyirəm ki, mən bir yerdə maraqlı bir fikir oxumuşdum ki, bu dünyada ədalətli, namuslu, dəyərləri olan insanlar da ən azı bu dəyərlərə sahib olmayan insanlar qədər cəsarətli və güclü olmalıdırlar. Əks halda ədalətin sağ qalmaq kimi bir şansı olmayacaqdır. Əgər güc ədalətsizdirsə, təbii ki, bu bir mənalı hamımız eyni düşünürük ki, bu tiranlığa yol açacaqdır. Amma digər tərəfdən ədalət gücsüzdürsə, o halda da yalnız arzularda qalacaqdır. Ona görə də ən vacib amil, əsl möhkəmlik, güclə ədalətin birlikdə dayanmağıdır. Hələlik bu sualı bir kənara qoyuruq. Ədalət və güc anlayışı ilə bağlı bilirəm ki, biraz da fikrinizi qarışdırdım. Elə ədalət məsələsində toxunduqda mən həmişə xəyal eləyirdim ki, görən ədalət bir insan olsa, necə bir insan olardı? Müxtəlif fikirlər gəlir bununla bağlı ağlıma, amma belə deyə bilərəm ki, mənə görə ədalət bir insan olsaydı, kifayət qədər yorğun bir insan olacaqdı. Çünki adətən insanlar ədaləti davamlı çağırırlar. Amma ona qulaq vermək, səs vermək gərəkdikdə o qədər də çevik davranmırlar, bəzən tənbəl davrana bilirlər. Məhz bu baxımdan düşünürəm ki, ədalət əgər bir insan olsaydı, kifayət qədər yorğun olardı. İkinci bəhs eləmək istədiyim məqam xoşbəxtlik və uğur anlayışlarıdır. Bu anlayış mənim üçün də açığı həyatımın fərqli dövrlərində fərqli cavablar axtarmışam buna. Səmimi desəm, mənim üçün indiyə qədər uğur anlayışı, xoşbəxtlik anlayışının prioritet olaraq önünə keçibdir.
Uğur anlayışı təbii ki, insanlar üçün müxtəlif mənalar ifadə edir. Uğuru bəziləri pulda, şanda, şöhrətdə görə bilər, bəziləri fəzilətli bir həyat yaşamaqda görə bilər. Lakin mən uğurlu bir insanı bir ağaca bənzədirəm. Bunu da maraqlı bir fikir olaraq fikirlərinə dəyər verdiyim bir insanın dilindən eşitmişəm və çox xoşuma gəldi. İstərdim sizlərlə də paylaşım. Uğurlu bir insanı niyə ağaca bənzədirdi? Onun sözlərində qeyd olunurdu ki, uğurlu insanın ağaca bənzəməsində səbəb onun köklərinin möhkəm olmağı, yəni öz köklərinə bağlı qalmağı, gövdəsinin möhkəm olmağı, yəni güclü olmağı ki, onu sarsıb yıxa biləcək amillərə qarşı daha güclü olsun və yarpaqlarının daim yaşıllışı, budaqlarının daim açmağıdır ki, yeniliklərə, müasir düşüncəyə və inkişafa daim nail ola bilsin. Ona görə hər birimizi bundan sonra da bir yaşıllaşan ağac kimi böyüməyə arzuluyuram. Həm uğur, həm xoşbəxtliklə birgə. Uğur və xoşbəxtlik anlayışına biz başqa bir yanaşma, dini yanaşmanı mən toxunmaq istəyirəm. Əslində sol tərəfdə İsa Məsihin şəkil olmalıydı. Amma maraqlıdır ki, şəkil yoxdur. Elə əslində İsa Məsihin qeybə çəkildiyi deyilirdi. Mənə elə gəlir, bu da elə simvolik bir nəticə ola bilər. İsa Peyğəmbərə görə xoşbəxtlik ilahi iradəyə təslimiyyətlə gəlirdi. Yəni İsa Peyğəmbər düşünürdü ki, Tanrıya tam təslim olmaqla biz həm xoşbəxtliyə, həm uğura nail ola bilərik. Təslim olduqca xoşbəxt oluruq, cənnətlə mükafatlandırıldıqda isə bu bizim uğurumuz olurdu. Bu illər boyu dini fəlsəfə üzərindən davam elədi. Daha sonra Kalvin yeni bir fikir söylədi. Kalvinizmə görə xoşbəxtlik yalnız şəxsi əzmkarlığın nəticəsi ilə gələ bilərdi. Eyni zamanda uğur. Yəni biz istər dini baxımdan, istər fəlsəfi baxımdan bu məsələyə yalnız öz əzmkarlığımızın nəticəsi olaraq gələ bilərik. Amma bu sual yalnız dini kəsimi yox, eyni zamanda fəlsəfəni də düşündürürdü. Epikur və Aristotelin timsalında buna mən toxunmaq istəyirəm. Epikura görə xoşbəxtlik aza razı olmaq sənəti idi. Epikur düşünürdü ki, insan xoşbəxt olmaq üçün onun ruhu dinçlik tapmalı idi. Əslində bu məsələ də mənim özümü daim maraqlandırıbdır. Niyə? Çünki mən düşünürəm ki, insanlara məxsus olan bütün hisslər müxtəlif ömürlərə sahib olurlar. Bunların içində ən qısa ömürlülərdən biz həzzi, nəfsi, şəxsi istəkləri misal göstərə bilərik. Bundan daha uzun ömürlü olan xoşbəxtliyi misal göstərə bilərik. Lakin ən uzun ömürlü hiss mənə görə hüzur anlayışıdır, dinçlik anlayışıdır. Məhz Epikur da xoşbəxtliyi dinçlikdə görürdü. Amma mən həyatım boyu biraz əvvəl qeyd elədiyim kimi öz həyatımda uğuru üstün tutduğum üçün bu fikir məni məyus edirdi. Nə yaxşı ki, Allahdan Aristoteldə bir fikir deyib, mənim biraz ruhum dinçlik tapdı. Çünki Aristotel düşünürdü ki, xoşbəxtlik uğur əsasında formalaşan həyatın zirvəsidir. Təbii ki, Aristotelin burada bəhs etdiyi uğur, biraz əvvəl qeyd etdiyim kimi, pul, şan, şöhrət deyildi. Aristotel qeyd edirdi ki, uğurlu olmaq üçün insan, daha doğrusu xoşbəxt olmaq üçün insan müəyyən uğurlara çatıb fəzilətli həyat yaşamalıdır. Biliyə, əxlaqa, cəmiyyətə, insanlığa faydalı olmalıdır. Bir sözlə desək, Aristotel qeyd edirdi ki, insan xoşbəxt olmaq üçün dünyaya gəlmir. İnsan xoşbəxt olmaq üçün doğulmur. İnsan fəzilətli həyat yaşadığı üçün xoşbəxt olur. Mənə görə bu kifayət qədər yanaşmadır. Bu iki sualın cavabında, bu dilemma qarşısında mən özümü Aristotellə eyni düşüncəni bölüşdüyümü hiss edirəm. Bugün biz zaman məfhumuna da toxunsaq, bəli, xoşbəxtlik hamı üçün əlçatandır. Amma uğur hamı üçün əlçatan olmaya bilər. Xoşbəxtlik bu günü ifadə edirsə, uğur sabahı ifadə edir. Amma bu halda bir sual da özümüzə verməliyik. Biz bu günlə mi yaşamalıyıq, yoxsa sabahı mı düşünməliyik? Bu sualın cavabı bir deyil. Mənə elə gəlir, bu həyatımızın müxtəlif mərhələlərində müxtəlif cavablarla qarşılaşdırılır. Çünki həyatımızın ilk yarısında biz adətən yoxlarla sınanırıq. Məhz yoxlarla sınandığımız üçün sabahı düşünmək məcburiyyətində qalırıq. Amma adətən insanlar həyatının ikinci mərhələsində varlarla sınanır. Və varlarla sınandığı üçün bugünün dəyərini bilməyə başlayır. Mən burada yoxlar və varlar dedikdə yenə maddi varlıqları nəzərdə tutmuram. İnsan həyatının birinci yarısında
övladlar, nəvələr sayı az ola bilir. İkinci yarısında isə övladlar, nəvələr artır, artıq valideyninin yoxları ilə sınana bilir. Yəni, bu baxımdan düşündükdə bizim bugünü mü seçməli olduğumuzu, bugünü mü yaşalamalı olduğumuzu, yoxsa sabahı mı düşünməli olduğumuz həyatın fərqli mərhələlərində bizə fərqli yollar göstərib, fərqli cavablar axtarır. Amma ümumilikdə nəzər salsaq biz, ədalət ruhumuzu, xoşbəxtlik qəlbimizi, güc isə yolumuzu qoruyur. Bunların heç biri digərindən daha az vacib deyil. Ən böyük güc isə suallarla yaşamağı bacarmaqdır. Çünki cavablar dəyişə bilir, suallar isə bizi daim ayıq saxlayan, ayaqda saxlayan məfhumlardır. Məhz bu baxımdan mənim bugünkü mövzumun adı, əsas məsələ sualları itirməməkdir mövzusudur. Bütün bu müzakirələrdən sonra yeni bir sual doğur. Dedim, axı, fikirlərimizi biraz da qarışacaq. Bugün buradan çıxdıqdan sonra üzərində düşünməli olduğumuz növbəti sual, əgər həm gücü, həm də uğuru bir gün əlimizdən alsalar, bizə qalan xoşbəxtlik və ədalət bizi yaşatmağa kifayət edəcəkmi? Bax, bu sualı düşünmək hər birimiz üçün maraqlı olacaqdır. Bugün sizlərə iki böyük sual gətirdim. Suallar barəsində düşündük, suallar barəsində danışdıq. Heç cavab gətirmədim. Çünki ən gözəli də elə budur ki, hər birimiz cavabları öz yolumuzda, öz həyatımızda tapacağıq. Mənimlə birlikdə düşündüyünüz, diqqətiniz və mənimlə bu sual səyahətinə çıxdığınız üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun.